Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Məyər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin zamanından bu dünyanın son nəfərinə kimi nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən daşlarla sınadığını görmüsünüz? Beləliklə, həmin daşları özünün Beytül Haramı etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir. Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. Nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında. Sonra Adəm əleyhissalama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, Beytül Haram onların səfərlərinin xeyir vermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. Könüllərin meyvələri abadlıqdan uzaq, otsuz, susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin ayrı düşmüş adalarından həmin evə düşər və nəhayət, tam itaəkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər. Evin kənarında La ilahə illəllah deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pırtlaşıq və üzü toz torpağa bulaşmış halda tələsik yeriyərlər. Paltarlarını arxaya atıblar. Saçlarını qırxmamaları və onların çoxalmaları nəticəsində öz yaradılışlarının gözəlliklərini çirkinləşdiriblər. Allah onları imtihan edib. Elə bir böyük, çətin, aşkar və kamil imtihan ki, onu öz rəhmətinin əldə edilməsi, cənnətinə çatmaq amili edib. Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah özünün hörmətli evini və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağaclı, meyvələri əlçatan və bunları bir-birinə birləşmiş yumuşaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızı yanaq buğda və yaşıl çəmənliklər arasında, gül çiçəkli ot dolu yerlərdə, təravətli zəmilərdə və abad yollarda yerləşdirmək istəsəydi, onda mükafatın miqdarını imtihanın azlığına uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı yaqutdan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina könüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və təlaşını qəlblərdən silər və xalqdan tərəddüd istirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canlara yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sınayır. Onlardan növ və növ çalışqanlıqlarla bəndəlik etmələrini istəyir və onları təbiətən xoşlanmayan şeylərlə imtihan edir ki, həmin imtihanı öz lütf və fəzlinə açılmış qapı, əfv və bağışlanmasının asan vasitələri etsin. Odur ki, dünyada fitnə fəsad törətmək, axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlüyün pis nəticəsi barəsində Allahdan qorxun. Çünki fitnə fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələb və hiləsidir. O, elə bir hilədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur. Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin, nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun ölüm yerini səhv salmır. Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin dinç qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı, təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruç tutmağa çalışmaq vasitəsilə fitnə fəsad, zülm və təkəbbürlükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün şərəfli üzvlərin yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini və ondan başqasını yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyünmələri və özünü yekə tutmaqları, necə xar etmək,
aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, heç olmasa nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə əsaslanmamış olsun. Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlük edirsiniz ki, ona bir səbəb və dəlil tapılmır. Şeytan əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi. Onu xilqət və yaradılışında məzəmmət edərək dedi: "Mən oddanam, sən isə palçıqdansan." Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri keyf və ləzzətlərdən bəhrələnən varlıları nemətlər səbəbindən təəssübkeşlik və təkəbbürlük etdilər. Beləliklə dedilər: "Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir." Buna görə də əgər təəssübkeşlik və təkəbbürlükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nəcib sifətlər, bəyan elən işlər və gözəl şeylər üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-i peymana vəfa etmək, yaxşılara tabe olmaq, təkəbbürlərə qarşı çıxmaq, yaxşılığı götürmək, zülmətdən əl çəkmək, qan tökməyi böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.